Xüsusi qayğıya ehtiyacı olan şagirdlərimizə nə arzu edərdim? Təbii ki, sağlamlıqlarına qovuşsunlar, eyni zamanda qayğısız və xoşbəxt günlər arzu edirəm. Sumqayıt şəhər xüsusi ümumi təhsil məktəbində ənənəvi son zəng tədbiri keçirilib. Məktəbin həyətində təşkil olunan bu duyğulu mərasimdə Sumqayıt şəhər Bələdiyyəsinin sədri Adil Xudadatov, məktəbin direktoru Arzu Alızadə, müəllim kollektivi, valideynlər və təntənəli şəkildə məzun adını qazanan şagirdlər iştirak ediblər. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca məktəbin direktoru Arzu Alızadə tədbir iştirakçılarını salamlayaraq məzunlara təbriklərini çatdırıb. O çıxışında vurğulayıb ki, bu il məktəbi bitirən şagirdlər öz davranışları, əxlaqları, çalışqanlıqları ilə məktəbin simasını hər zaman ucaldıb. O, müəllimlərin fədakar əməyi nəticəsində yetişən bu gənclərin gələcəkdə və cəmiyyətimiz üçün layiqli vətəndaş olacaqlarına inandığını bildirib. Daha sonra söz Sumqayıt şəhər Bələdiyyəsinin sədri Adil Xudadatova verilib. O, məzunları bu əlamətlər gün münasibətilə təbrik edərək xoş arzularını çatdırıb. Bildirib ki, siz bugün həyatınızın yeni mərhələsinə qədəm qoyursunuz. Bu məktəb illərində qazandığınız biliklər, dəyərlər və dostluqlar sizin gələcəyinizin təməlidir. Unutmayın, hər biriniz bu cəmiyyətin bir parçası və gələcəyin ümidisiniz. Arzularınızın ardınca inamla gedin. Ölkəmizin inkişafına töhfə verəcək nümunəvi vətəndaş olun. Sumqayıt Bələdiyyəsi olaraq sizin hər zaman yanınızda olmağa çalışacağıq, deyə Adil Xudadatov bildirib. Hər il olduğu kimi bu ildə 2024-cü, 25-ci tədris ili üçün Respublikanın ümumi təhsil məktəblərində sonuncu zəng çalınır. Bu münasibətlə 11-ci sinif şagirdləri üçün təşkil olunmuş son zəng tədbirində şagirdlərimiz həvəslə iştirak edirlər. Eyni zamanda Sumqayıt şəhər xüsusi ümumi təhsil məktəbində də şagirdlərimiz üçün son zəng tədbiri təşkil olunmuşdur. Ümumilli lider Ulu Öndər Heydər Əliyevin siyasətinin layiqli davamçıları Prezidentimiz İlham Əliyev və Mehriban xanım Əliyevanın daim diqqət və qayğısında olan xüsusi uşaqlar üçün təşkil olunmuş bu tədbirdə uşaqlarımız böyük sevinç və coşqu ilə iştirak edirlər. Bu il məktəbimizi 24 məzun bitirir. Yolları açıq olsun, hər birinə, həm valideynlərə, həm şagirdlərimizə bu yolda uğurlar arzu edirəm. Sumqayıt Bələdiyyəsinin sədri öz komandası ilə bugünkü tədbirdə şagirdlərimizi təbrik etmək üçün gəlmişlər. Təbii ki, bugünkü tədbir şagirdlərimizin xatirəsində xoş izlər buraxacaq həm valideynlərimiz, həm şagird, həm müəllim kollektivi adından Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatova və onun komandasına təşəkkürümü bildirirəm. Tədbir çərçivəsində Sumqayıt şəhər Bələdiyyəsinin təşəbbüsü ilə məzunlara xüsusi hədiyyələr təqdim olunub. Bu jest tədbirə əlavə sevinc qataraq şagirdlər və valideynlər tərəfindən böyük rəğbətlə qarşılanıb. Nizami Rəsulov, Fəridə Pənahlı, Fərhad Ələkbərli xüsusi olaraq Dinas TV üçün.